Mən 2025 Ərbənin ziyarət haqqında paylaşacağım ki, mənə maddiyyatdan biraz pul lazımdır, 300 manat çatışmır. Misal olaraq da demirəm ki, hamımız 300 manatı kartıma köçürün. Kimin nəyə gücü çatır? 1 manatdan, 3 manatdan, 5 manatdan, kimin nəyə imkan çatırsa bunu eləyək Allahın izni ilə. Həm də savabdır. Və onu da demək istəyirəm ki, bir yazı ki, dilənçisən, bir yazı ki, özü iş tap işlə, bir yazı ki, sən cəmaatı ağzatırsan, bir yazı cəmaatı narahat eləyirsən. Mən başa düşmədim. Bu qədər Azərbaycanda bir-birinə yardım eləyir, bir-birinə köməkli elə insanlar var. Hamısı dilənçidir sizin nəzərinizə görə. Kimsə Məşədə göndərir, kimsə Kərbəla göndərir. Onlar hamısı dilənçidirlər sizin dediyinizə görə. Yəni sadəcə olaraq işlə bağlı çatdıra bilmədiyimə görə siz insanları ağlatırsınız. Və yaxşı, onu da qoyaq bir qırağa. Siz şiə qardaşlara, şiə bacılara bu müraciət eləyirəmsə və olmayana heç başa düşdüm ki, yoxdur. Olan halda deyirəmsə, məsələn üçün mənə pul lazımdır. Yaxşı, sizə deməyim və kimə deyim? Gedib Vahabiləri ağzatım, Əhl-i-Beyt düşmənlərini ağzatım, nə bilim, pis bir insanları ağzatır və sonra başlayıb günələcəksiniz ki, buna bax, getdi pis yola qoşuldu, getdi tərbiyəsizlik elədi, getdi əxlaqsızlıq elədi. Və sizə bəzi insanlar ağlatırlar, siz bu insana dəyərsizləşdirirsiniz, ona qiymət vermirsiniz, ona vaxtında yardım əlinizi uzatmırsınız. Baxın bir dənə, Allah lənət eləsin Vahabiləri, İslam düşmənlərində, onların bir dənə vəhdətlərinə baxın, gör necə bir-birinə mehribandılar. Ən azından, məsələn, köməkli eləyirlər, bir-birinə yardım eləyirlər. Bəs yaxşı, bizim dindarlarımız niyə bəziləri bunu əməl eləmir? Mən demirəm ki, 300 manatı hamısı kartıma köçürün, hamısı mənə göndərin. Xeyr, sadəcə olaraq müvəqqəti olaraq çatışmır deyənə, məbləğ deyənə və bir çox məbləğə yığmışam, sadəcə olaraq o məbləğ çatışmır. Və durub məni qınamaqdan, durub məni nəsə artıq əski bir söz deməkdənsə, yaz Allah köməyin olsun və yaxud da məndə imkan olsa eləyər. Ən azı xoş söz yazmağa nə var ki? İmkanın yoxdur, xoş söz yaz. Qınamağa, təhqir eləməyə, təhdid eləməyə, yəni hamı bunu elə bilər də, yəni sadəcə olaraq. Siz niyə bu məsələni yozursunuz? Siz niyə bu məsələni uzadırsınız? Siz niyə bu məsələni belə deyək də dərindən qaşıyırsınız, qan çıxardırsınız bu məsələni? Nə etmək istəyirsiniz siz? Siz hələ köməkli eləmirsiniz. Heç, həmən kömək eləyən insanları da və yaxud da bu yardıma gələn insanları qınamağa başlayırsınız. Sizin məqsədiniz nədir? Sizin hədəfiniz nədir? Qardaş, mən nə edirəm, nə iş görürəm, hara gedirəm, kimlə danışıram, bunun heç bir dəxliyyatı yoxdur. Əgər yoxdursa, mən qardaş yoxumdur. Burada artıq eski söhbət yazmağa, burada artıq eski mənim haqqımda fikir bildirməyə ehtiyac yoxdur. Sadəcə olaraq İmam Zaman ağa şiəsi deyirsiniz də. Yaxşı, İmam Zaman ağa tutam ki, zuhr elədi də. Dedi ki, məsələn, falan insan Kərbəla ziyarətə getmək istəyib. Niyə ona yardım eləməmsən? Niyə ona kömək eləməmsən? Nəfər olur, Azərbaycanda bu qədər insan bir-birinə kömək edir. O dilənçilik sayılmır, pis bir iş sayılmır. Amma mən kimisə Kərbəla ziyarətdə deyəndə dilənçilik sayılır. Biraz məntiqə düşünək.